Özünüzü təqdim edin, zəhmət olmasa. Amil Quliyev. Amil bəy, siz ölkədə məişət soyuculuğu və qadın cinayətlərinə bağlı cəzalar artırılmalıdırmı? Artılsa yaxşı olar. Məsləhətdir. Yəni, ümumiyyətlə, biraz açardınız fikirlərinizi. Çünki Cinayətlər çox verir, ölkədə cinayət həddindən artıq cinayətlərdir. Ona görə cəzalar sərt olsa, bəlkə cinayətlər, bəlkə ona görə cinayət biraz az olar. Ona görə mənim fikrim bu. özünüzü təqdim edin, zəhmət olmasa. Emin Hacıyev. Emin bəy, son vaxtlar ölkədə məişət zorakılığı və qadın cinayətlərinin sayı durmadan artır. Ayrı-ayrı ölkələrdə buna bağlı cəzalar artırırlar. Belə deyim, məsələn, əsasən Avropa Birliyi ölkələri. Siz necə düşünürsünüz? Bununla bağlı Azərbaycanda cəzalar artırılmalıdırmı? Şübhəsiz, əgər Avropa ölkələrində bunlar artırılırsa və bizdə də bu artıq təhlükə xarakteri daşıyırsa, şübhəsiz ki, artırmaq lazımdır. Cəzalar bir qədər sərtləşdirməlidir. Bu vacibdir. Şübhəsiz ki, bu sahə üzrə hüquqşünaslar, professionallar bilirlər ki, statistika nəyi göstərir. Statistika nəyi göstərdiyinin asılı olaraq əlbəttə ki, cəzaları artırmaq lazımdır. Bu qaçılmazdır. Bəli, məlumatlar çoxlu sayda var, baxırıq, biz mətbuatda izləyirik. Ailə zorakılığı, məişət zorakılığı sayılır, kütləvi sürətdə artıb. Lazımdır cəzaları sərtləşdirmək. Bu mümkündür. Mümkün, vacibdir. Quliyev Kamil Əvəzoğlu. Kamil, bir çox ölkələrdə məişət zorakılığı və qadın cinayətlərinə bağlı cəzalar sərtləşdirilir. Azərbaycanda buna bağlı ümumiyyətlə cəzalara uzun müddətli baxılmır parlamentarilər tərəfindən. Siz necə düşünürsünüz, bu istiqamətdə yəni cəzaların artırılmasına ehtiyac varmı? Məncə var. Çünki cəza yüngül olanda belə şeylərin qarşısı alınmır. Məncə cəza ağır olsa kimsə onu etməz. Mən belə düşünürəm. Məncə bəli, artırılmalıdır. Cəza nə qədər ağır olsa bir o qədər də məncə o cinayət az olar. Ağa müəllim. Ağa bəy, ölkədə məişət zorakılığı və qadın cinayətlərinin sayı durmadan artır. Ayrı-ayrı ölkələrdə buna bağlı bu istiqamətdə cəzalar sərtləşdirilir. Siz necə düşünürsünüz? Bu sahədə ölkəmizdə də yəni qanunvericilikdə dəyişikliklərin olunmasına ehtiyac varmı? Mən inanmıram ki, Azərbaycanda bu zorakılığa qarşı cinayət məsuliyyətinin artırılması nəzərdə tutulsun. Azərbaycan özünə məxsus bir ölkədir. Azərbaycanın özünün mentalitet qayda qanunları var. Və mentalitet qaydalarına görə bu məsuliyyətdə kifayət qədər yetərlidir. Yəni artırılması ehtiyac yoxdur deyirsiniz? Yox, qətiyyən ehtiyac yoxdur. Ona görə hər şeyin öz yeri var, öz qaydası var, qanunu var. Biz mentalitetimizə uyğun bu məsələləri yoluna qoyuruq və qoyacağıq da. Onu qeyd edeyim ki, bizim qanunvericilik bu mənada elə Avropada harda olursa olsun, onlar qədər, kifayət qədər sərtdir. Yalnız ölüm cəzası yoxdur da. Yəni, misal üçün, qəsdən adam öldürmək cinayət məqəlləsinin 120-ci maddəsidir. Yəni, əgər ki, adi qaydada törədilibsə 14 ilədək azadlıqdan məhrum etmə var. Amma misal üçün xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, yəni də ağırlaşdırıcı, yaxud misal üçün hamilə qadını öldürmə, köməksiz vəziyyətdə olan adamı öldürmə, ömürlük azadlıqdan məhrum etməyə kimi verilə bilər.